Salam, hər vaxtınız xeyir dostlar. Uzun aradan sonra yenidən tank mövzusuna qayıtdıq və bugünkü mövzumuz İranın Süleyman 402 tankıdır. Bu videoda bu tankı bir gözdən keçirəcəyik. Süleyman 402-də nələr dəyişib və bu tanka hansı imkanlar qazandırılıb? Kanalda qalın. Süleyman 402 Amerikan M60 tankının modernizasiya olunmuş modelidir. Tank nişangah, görüş, silahlanma və müdafiə üzrə modernizasiya olunub. Modernizasiya çərçivəsində tankın köhnə nişangahı yeni kiçik yumru gözlü nişangahla əvəz olunub. Bu cür tank nişangahını ilk dəfə görürəm. Keyfiyyətlidirmi? Onu da bilmirəm. Eləcə də tankın atəşə nəzarət sistemi dəyişdirilib. Bununla yanaşı tank sürücü optik görüş sistemi ilə təchiz olunub. Silahlanmaya edilən dəyişiklik isə tankın köməkçi silahında olub. Tankın orijinal 12-7 mm-lik qülləli pulemyotu, bu pulemyot tankın qülləsinin üstündə kiçik zirehli qüllədə yerləşir və mexaniki idarə etməlidir. Bu pulemyot qülləsi ilə birgə eyni çaplı M2 Browning model pulemyotla təchiz olunmuş məsafədən idarə olunan silah modulu ilə əvəz olunub. Tankın həmçinin 105 mm-lik topunun 120-125 mm-lik topla əvəz olunduğu da deyilir, lakin bu yalandır. Tankın silahlanmasındakı M60-ın özünün 105 mm-lik yivli M68 topudur. Tank həmçinin aktiv müdafiə sistemi ilə təchiz olunub. Bu komplektə daxildir 2 ədəd lazer təsbit və xəbərdarlıq sistemi, qüllənin ön hissəsinin hər tərəfində bir ədəd ştora 1 lampası və həmçinin qüllənin yanlarında tüstü qumbaratanı yerləşir. Qeyd edim ki, ştora 1 Rus istehsalıdır və bu sistem ordumuzun T-90S tanklarında da var. Zirehinə gəldikdə isə tankın ön gövdəsinin həm üst, həm alt hissəsi Slera reaktiv zirehi olduğunu təxmin etdiyim zireh paketi ilə təchiz olunub. Lakin sürücünün işarələdiyim bu ön hissəsinə zireh qoyulmayıb. Burada sadəcə tankın öz ana zirehidir. Bu da tankın gövdəsində zəif bölgə yaradır. Qülləsinə gəldikdə top qalxanının üst hissəsinə də həmçinin reaktiv zireh qoyulub. Yan hissələrinə isə bir reaktiv zireh parçası qoyulub göründüyü kimi, qalan hissələri də açıqdır. Bu gördüyünüz isə qalınlığı sadəcə 1 mm ancaq olan metal örtükdür. O reaktiv zirehlər bunun üstünə düzülüb. Qüllənin bu hissələrinə isə ümumiyyətlə zireh qoyulmayıb. Buranın böyük hissəsini infraqırmızı lampa tutur, az bir yer qalır, oranı da boş saxlayıblar. Buradakı zireh isə qüllənin ön hissəsini öndən gələn təhlükələrə qarşı görmür ki, onun da bir fəri başlı zirehliyi yoxdur. Yəni qısacası qüllənin ön hissəsi tək aktiv müdafiə sisteminin ümidinə qalıb ki, o da tankı həm 100% qoruya bilmir, üstəlik də hər mərmiyə qarşı qoruya bilmir. Məsələn, həm Spike kimi təyərlərdən qoruya bilmir, çünki bu raketlər lazerlə idarə olunmur və həmçinin idarə olunmayan mərmilərdən qoruya bilmir. Beləliklə, bir dənə təxmin 500 mm zireh dələn RPG mərmisi bəs eləyir ki, bu tankı qüllənin ön hissəsindən cırıq-cırıq eləsin. Çünki M60-ın qülləsinin ana zirehi zəifdir. Beləliklə, qüllənin ön hissəsi reaktiv zirehlə tam örtülməli idi. Məsələn, bu şəkildə, bu tank olsun məsələn. Bu şəkildə qüllənin ön hissəsi reaktiv zirehlə tam təchiz olunmalı idi ki, bunu da İran ya eləmək istəmədi, ya da eləyə bilmədi. Nəticədə ortaya belə bərbad zirehli tank çıxartdı. Qüllənin yan və arxa hissəsi isə boşluqlu zirehlə təchiz olunub. Bu zirehin içərisinin tamamilə boş olduğunu təxmin edirəm. Boşluqlu zirehlər kumulyativ mərmilərə qarşı nəzərdə tutulub ki, bu da köhnə nəsil mərmilərə qarşı effektivdir. Nəticə olaraq Süleyman 402 zireh qorunması baxımından bir köpüyə yaramayan, əsasən şou xarakterli bir tank.